Hər birini salamlayıram. Deyirəm ki, səsim yaxşı gəlir. Mən psixiatr, psixoterapevt Elmir Təhməzov. İlk öncə belə bir tədbirin keçirilməyi ilə bağlı çox sevincliyəm, onu bildirim. Çünki son illərdə Azərbaycanda həqiqətən də çox ciddi, dünya səviyyəli bilmirəm, ən az Avropa və region səviyyəli tədbirlər keçirilir və özüm ora iştirakçı olaraq da qatılıram və görürəm ki, həqiqətən danışılan şeylər yəni ciddi məsələlərdir və spikerlərdə kifayət qədər yetərlidir. Həqiqət xanıma öz təşəkkürümü bildirmək istəyirəm. Bilmirəm, Günel Hacı burada da yoxsa yox. İnsanın yolu onkologiyadan keçəndə bəzən onkologiyanın kürsüsündən çıxarırsan. Bugün ilk olaraq yəni süd vəzi xərçəngində psixiatrik, sosial aspektlər və psixotrop dərman istifadəsi haqqında danışacağım sizə. Mən danışarkən adətən özümü təqdim eləməyə çalışacağım. Çünki bizim bilirsiniz, psixiatrlar tibbin digər ixtisaslarına bənzəmir. Biz, məsələn, mən iki kimlikdə bəzən pasiyentin qarşısında oluram. Həm psixiatr olaraq bəzən pasiyentin qarşısında oluram, həm də psixoterapevt olaraq. Ona görə qısa şəkildə özümü tanıtmaq istəyirəm sizə. Yəni, danışanın kim olduğu həmişə mənim özüm üçün də önəmli olur. Biraz diqqət təhsili hiperaktiv pozuntum var. Ona görə yaşım 38 olsa da həyat yaradıcılığım çox sürətli olub. Ən çox uzun işlədiyim yer 4 il olub. Tibb Universitetini bitirmişəm, sonra hərbi xidmətdə olmuşam Xocavənddə zabit olaraq. Ondan sonra neft şirkətlərində işləmişəm. Sonra Türkiyədə 3 ilə yaxın özəl xəstəxanada təcili yardım həkimi işləmişəm. Sonra ixtisas təhsilimi almışam. Hal-hazırda Nəfəs Psixi Sağlamlıq Mərkəzində işləyirəm. Psixiatr və psixoterapevt olaraq və 2024-cü ildən də Ədliyyə Nazirliyində psixiatriya xidmətini belə deyək, kurasiya edirəm. Orada bilməm, özü burada da yoxsa Elxan Kazımov doktorla bir yerdə işləyir. Təqdimat axışında nə görəcəksiniz? Yəni ki, danışılıb bu, yenə də mən qısa rəqəmləri Azərbaycandan və Türkiyədən alıb qoymaq istədim. Süd vəzi xərçəngi statistikası nədir? Mastektomiyadan sonra biz nə ilə qarşılaşırıq? Əməliyyatlardan sonra psixiatrik və psixoterapevtik müdaxilə necə olmalıdır və nəticə necə olacaq? Əgər statistik olaraq baxsaq, mən Türkiyə rəqəmlərini aldım. Yəni 2014-cü ildə araşdırma var idi, 2017-də hər zaman kimi süd vəzi xərçəngi öz aktuallığını qoruyur və qadınlar arasında ən çox yayılmış xərçəng növüdür. Bu süd vəzi xərçənginin, yəni məmənin götürülməyinin və yaxud da məməyə hər hansı bir müdaxilənin qadınlar üçün çox əhəmiyyətli bir rolu var. Bu, hər hansı bir başqa orqanın itirilməsi olaraq görülməməlidir, daha fərqli bir orqan. Azərbaycanda bir elmi araşdırmadan aldığım referansa görə 2015-ci ildə 1751 xəstələnmə olub, 10.000 xəstə var və Statistika Komitəsinin 2022-ci il verilən rəqəmlərinə görə 2565 nəfər xəstə qeydiyyata alınıb. Bu gördüyünüz şkalada görürsünüz yaş aralığın, yəni 30-35-lərdə süd vəzi xərçəngi qadınlarda belə deyək ki, görülməyə başlayır və orta yaşlara doğru, xüsusən 55-59-a doğru bir zirvə edir və bir növ belə deyək, yaşlılıq dövründə də özünü yəni davam elətdirir o sıxlıq. Yaxşı, mastektomiya elədik, xərçəng diaqnozu qoyduq, xəstə nə ilə qarşılaşır? Yəni bir insana ümumiyyətlə xərçəng diaqnozu, yəni adı da ağırdır, rusçada rak deyirik, xərçəng deyirik, bəzən bunu demirik, bildirmirik. Nə görəcəyik? Birinci, bir insanın bir diaqnozla, ağır bir diaqnozla qarşılaşmağı, məsələn, psixiatri ya da şizofreniya diaqnozu ilə qarşılaşmağı, ailənin, bizim, yəni, məsələn, Evin xanımının xərçəng diaqnozu ilə qarşılaşmağı çox ağır bir epizod. Sonra həyat keyfiyyətinin azalması necə olur, partnyor problemləri necə olur, xüsusən cinsi terapevt olaraq da bəzən bu cinsi problemlər, cinsi disfunksiyalar gözdən qaçır və şəxsin həyat fəaliyyətini pozur və qadınlıq fenomenində, qadınlıq qavrayışı necə dəyişiklik olur, ona baxacaq. Statistik olaraq baxanda yenə də süd vəzi xərçəngi ilə əziyyət çəkən insanların diaqnostik kriteriyaları, yəni biz burada cinsi problemləri götürsək, digər və delirium və intiharı götürsək, toplumla uyğundur. Yəni toplumda da biz depressiv pozuntu, həyəcan təşviş pozuntusu, fobik reaksiyalar, yuxu pozuntularını daha sıxlıqdan görə bilirik. Burada cinsi funksiyada problemlər və bəzən deliriumlar hətta intihara qədər gətirib çıxara bilər. Nadir hallarda olsa da bu olur. Bir review'dan məqalələri aldım. Yəni süd vəzi xərçəngi xəstələrində bilirsiniz, spesifik qruplarda araşdırmalar çox azdır. Yəni dünyada belə bir
deyək ki, məhz oturub bu diaqnoz, xərçəng diaqnozu alan şəxslərdə ölçürlər, yəni xəstəliklərin sıxlığını. Süd xəzi ilə bağlı biraz daha araşdırma sayı azdır. Mən bir reviewdan nəticələri paylaşmaq istədim. Burada deməli görürsünüz, xəstə sayı çoxdur, 75-44 arası bir bura baxanda bir 1000-ə yaxın xəstənin nəticəsi var. Gördüyünüz kimi təşviş səviyyəsi klinik qiymətləndirmə ilə gediblər. İkisində isə xəstəxana təşviş və depressiya şkalası, bu məşhur şkalalardan biridir, psixiatriyada istifadə olunan. Sıxlığı toplumda bilirsiniz, həyəcan təşviş pozuntusu 5-6%-dir, amma süd vəzi xərçəngindən əziyyət çəkən insanlarda belə deyil. Yəni ən aşağı bir araşdırmada 1% görülübdür, amma digərlərində arsa 27-18, ortalama bir 30%-in üstündədir. Ona görə biz bu xərçəngi yendi, xərçəngə qalib gəldi filan kimi məsələlərdə mütləq və mütləq ruh sağlığı göz önündə olmalıdır və qaçırılmamalıdır. Həddindən artıq çoxdur, yəni 5-6 dəfə daha çoxdur. Həyat keyfiyyətinin azalmasında nə görürük? Toplumla uyumsuzluq, sosial izolyasiya, mən öləcəm kimi qavrayışlara daxil olar və gələcəklə bağlı təşviş, xüsusilə qadınlarda gördük ki, biz belə deyək də, bilmirəm o sözü necə ürətkən dövrdə olan bir qadınlarda biz rastlayırıq bunu görməyə, 30 üzəri yaşda və bunlarda gələcəklə bağlı narahatlıq, əgər ailəlisə, uşağı varsa nə olacaq, onun period necə keçəcək, öləcəmi, ölməyəcəmi, bu cür çətinliklərlə qarşılaşa bilərik. Keçək daha çox gözdən qaçan nöqtəyə, qadınlıq fenomenində dəyişiklik nədir? Yəni bilirsiniz, bir insan psixiatriyanın, yəni dediyim kimi, digər fərqli cəhəti ondan ibarət ki, qavrama çox önəmlidir. Yəni mən burada çıxmışam, spiker olaraq sizlə danışıram. Bu, deyək ki, moderatorları, təşkilatçını, sizi fərqli şəkildə qavraya bilərəm. Türkçədə ona algılama deyirik. Hər insan da öz, belə deyək, xərçəngini, o başına gələcək biləcək hadisəni, əməliyyatı fərqli şəkildə qavrayın. Ona görə mütləq və mütləq, ola bilsin ki, yanınızda psixiatr yoxdur. Bilirsiniz, mən həmişə bunu deyirəm, bir standart, yəni həvəskar var, peşəkar var, bir də sənətkar var. Məncə, hər bir insan, xüsusi onkologiya kimi ağır sahə ilə məşğul olan adamlar, yəni mütəmadi olaraq bu cür, mən özüm də, yəni atam da yol onkologiyadan keçib, o bir növ xəstə gözü ilə də gəlib baxmışam, dayanmışam bu koridorlarda. Biz mütləq və mütləq insan ruhuna toxunmalıyıq. Əgər toxuna bilməsək, bu olmayacaq. Ona görə də nə etməliyik? O insan o an orada özünü necə qavrayır, necə başa düşür? Yəni, xərçəngə verdiyi anlam nədir, süd vəzi xərçəngə? Özünü necə görür? İtirəcəklərlə necə baş-başa qalacaq? Biraz onun dünyasından girib baxmaq lazımdır. Ruha toxunmaq üçün eləyəcəyiniz ikicə şey var. Bir, o dediyim kimi, qavramanı bir neçə sual verir. Bir də xəstəyə bir 5-10 dəqiqə ayırsanız bəsdir. Yəni, hə, salam. Yəni, kategorik yanaşmanı biraz daha rədd eləməliyik bu vəziyyətlərdə. Qadınlıq fenomenində dəyişiklikdə nə olur? Yəni, düzdür, indi məmə qoruyucu cərrahiyyə var, amma məsələn, özünə sayğınlığı itirə bilər bir qadın. Çünki dediyim kimi, bilirsiniz, Freydin nəzəriyyəsinə görə insanın inkişaf mərhələləri var. Oral, anal və fallik dövrlərə ayrılır. Bəsit ayrıqsa 3 dövrə. Yəni, oral dövr insanın 0-1 yaş arasıdır və həyatla əsas bağlantını göstərir. Məmə də oral dövrü simvolizə edən bir yerdir. Yəni, məmənin itirilməyi qaraciyər xərçəngi deyil, nə bilim, hər hansı bir, hətta deyək ki, total abdominal histerektomiya olan qadınlarda belə, bilirsiniz, iç orqanlar görünmür, amma məmə görünür. Həyat yoldaşı ilə necə problem yaşayacaq, partneri onu necə qavrayacaq, ya da o cinsəlliyini artıq itirilmiş misali. Mütləq və mütləq bunlar danışılmalıdır və işlənməlidir. Bədən qavrayışı və bədən şəklində də bildiyim kimi, əvvəllər 90-cı illərə qədər məmə qoruyucu cərrahi mən araşdırdım, yəni çox olmuyor, kəsib götürmüşlər. İndi çox şükür belə bir çətinliklərimiz yoxdur. Mütləq və mütləq oraya toxunmalıyıq. Kimlər ciddi risk altındadır? Gənc yaşda olanlar, daha əvvəl psixiatrik diaqnozu olanlar, yanaşı psixiatrik xəstəlikləri olanlar və partnyor dəstəyi, xüsusilə xərçənglərdə partnyor dəstəyi çox önəmlidir, ailə və partnyor dəstəyi. Məmə, az öncə danışdıq, yəni mütləq bunu görüşəcəyik, danışacağıq, sən nə olacaq, nə görəcəksən, başına nə gələcək, bunu danışmalıyıq. Yaxşı, biz biraz dəyərləndirdik, bir xərçəng xəstəsi nə ilə qarşılaşır? Xərçəng diaqnozu nə deməkdir? İtirilmiş sağlamlıq deməkdir, bütün itkilər də yas deməkdir. Yəni, yas deyəndə bizim mədəniyyətdə biraz şey var, yəni, kimisə mütləq ki, qəbrə qoymalıyıq. Xeyr, belə bir şey yoxdur. Həyatda bütün itkilər, yasdır, həyat özü, yasdır. Yəni, biz
yas tutaraq həyata davam edəcəyik. Çünki məsələn deyək ki, bir insan uşaqlığından gəncliyinə keçir. Sizə gəlib belə bir cümlə deyirsə ki, mənim atam anam yox idi. Mən uşaq olanda işləmişəm həmişə. Bizə həm də deyir ki, mən uşaqlığımı itirmişəm. Adam gedir xaricə oxuyur, uzun illər ölkədə vətənində olmur, öz mental dəyərlərini itirir, kültürünü itirir. Bilirsiniz, kültürünü itirmə qorxusu deyə bir qavram var psixiatriyada. Mütləq ki, biz yaşlaşırıq, gəncliyimizi itiririk. Və xərçəng diaqnozu alan insan da sağlamlığını itirir və bununla bağlı psixiatriyadan sonra bildiyim qədərilə onkologiyalar ki, damğalama var. Yəni, filan kəs onkologiyaya gedir, yox, gəlin gizlədək, nə bilim, nə. Bunu araşdıran bir alim var. Elizabeth Kübler-Ross'dur, bu Harvard Üniversitesi'nde işleyip çalışıp, İsveç'te doğulub, orada tıp fakültəsini oxuyub. Bu deyir ki, ölüm və ölüm üzərində, ölmə yanında olan insanları dəyərləndirib üzründə. Bu çox dəyərli kitabdır. Marağı olanlar alıb oxuya bilərlər, türkçəsi var. Yəni, insan yas olanda nə ilə qarşılaşır? İlk mərhələdə inkarla, yox, ola bilməz, mümkün deyil, bu mənim başıma gələ bilməz, niyə görə olsun? İkinci mərhələdə qəzəb olur. Qəzəb nədir? Məsəl üçün, bir qadın deyir ki, niyə mənim qaynımın arvadı süd vəzi xərçəngi olmadı, mən oldum. İnsanda bir öfkə, qəzəb yarar. Sonra hesablaşma başlayır. Yəni, vəfat eləməyəndə vəfat eləyənlə hesablaşmadır. Amma bir növ ailə ilə, özü ilə, övladları ilə, yəni şəxs itirilən məmə ilə hesablaşa bilər. Yəni, mən bir şey itirəcəm, bəs nə qazanacam? Sonra yasda mütləq ki, depressiya olur. Amma yasın depressiyası digər depressiyalardan fərqlənir. Niyə görə? Digər depressiyalarda, yəni unipolyar, bipolyar və yaxud da digər bizim psixiatrik diaqnoz olaraq qoyduğumuz, həyat fəaliyyəti pozulur. Yasda bu pozulmur. Və bunu bilməliyik. Yas dediyimiz insan istəyir, kimsə vəfat eləsin, istəyir eləməsin. Bir 3 gün sonra biz o adamın əgər mövcud şərtlər imkan verirsə, rutinə qayıtmaq istəyirik. Nə edirdi? Ona davam edəcək. Çünki evdə qaldıqca, ona qapıldıqca şəxs öz yasını tuta bilmir və dediyim kimi, yasın depressiyasına digər depressiyadan fərqli olaraq biz ilk mərhələdə dərman müdaxiləsi eləmirik. Niyə görə eləmirik? Çünki dərman müdaxiləsi bu halda olur ki, şəxs həyat fəaliyyəti pozulur. Ya yataqdadır, özünə zərər verir, ətrafa zərər verir, əvvəl gördüyü işləri görə bilmir. O zaman dərmana ehtiyac var. Yox, mənim keyfim yoxdur, qanım qaradır, niyə bu mənim başıma gəldi deyirsə, əgər öz resursları varsa başa çıxmaqla başa çıxsın, yoxdursa bir psixoterapevtə yönləndirə bilərik və qəbullama mərhələsi bu boyun əymək deyil, qəbullama həmişə belə deyil. Yəni, həyatın gətirdiyini, belə deyək də, acısı ilə, tatlısı ilə başa düşmək, anlamaq və həzm eləmək. Bunun üçün mütləq ki, bu xərçəng diaqnozuna anlam verilməlidir şəxs. Dərmanlara da baxdım. Xüsusi bir dərman varmı süd vəzi xərçəngində? Yoxdur. Yəni, ilk tərcih bilirsiniz, bizim üçün SSRI-lardır, selektiv serotonin geri alım inhibitorları. Çünki yan təsirləri azdır və nevroloqların daha çox xoşladığı, sevdiyi estalopram var, Cipralex bilirsiniz, çox rahatlıqla başlayırlar. Sertralin, fluoksetin, estalopram verilə bilər. Antipsikotiklər daha çox reallığı itirilməyə və deliriumda veririk. Lorazepam ölkəmizdə yoxdur, təəssüf ki, ən yaxşı qısa təsirli benzodiazepinlərdən biridir. Alprazolam, diazepam, klonazepam. Yəni, bütün digər xəstəliklərdə istifadə edədiyimiz dərmanları istifadə edə bilər. Antikonvulsant da istifadə edə bilər, karbamazepini. Xüsusən bu tamoksifen bildiyim qədərinə istifadə olunub süd vəzi xərçəngində. Əgər paroksetin və fluoksetinlə varsa, CYP2D6 üzərindən ikisi də təsir göstərdiyinə görə təsirini azalda bilər paroksetin və fluoksetin. Ona görə hər xəstə tamoksifen veririksə biz ona sertralin və venlafaxin. Venlafaxin daha yaxşı və daha irəli bir tərcih ola bilər. Sadəcə bunu da sizə çatdırmaq istədim. Psixoterapiyada nə ola bilər? Bu, bəzən ailəyə müdaxilə eləmək olur. Yəni, ailə terapiyası dediyim, bir də görürsən ki, dinamik olaraq bir çətinlik başlayıb da, kişi evdə qadınla çətinlik yaşayır. Əgər belə bir münasibət dinamikasında problem varsa ola bilər. Qrup terapiyaları Azərbaycanda az yayılıb. Qrup terapiyasının mənası odur ki, eyni problemdən əziyyət çəkən insanlar, yəni süd vəzi xərçəngi olan qadınlara qrup terapiyası. Onlar gəlirlər, bir yerdə yığışırlar, öz dərdlərini paylaşırlar və bu paylaşım onlara yaxşı təsir edir. Həm ucuz olaraq, maliyyət olaraq daha ucuzdur və daha effektivdir. Bir də fərdi psixoterapiyada şəxsə birə-bir biz fərd olaraq fərdi seanslarda müdaxilə edirik. Nəticə nədir? Yəni, süd vəzi xərçəngi ciddi diaqnozdur, ciddi nəticələrə gətirib çıxarır. Bu, qadınlarda problemlər yaradır, xüsusilə cinsəlliklə bağlı çətinlik, onun özünün qavramları ilə bağlı fərqli çətinliklər yaradır. Amma biz belə yerlərdə ümidi itirməməliyik və mütləq ki,
diğer bütün xəstəliklər kimi hər zaman dediyimiz kimi multidisiplinar yanaşma çox önəmlidir. Bir komanda işləməlidir. Bu sahədə də dediyim kimi mən özüm də maraqlanıram işte bu ana ruh sağlığı ilə və həmçinin də bizdə ayrıca bir ixtisas var, onkoloji psixiatriya. Yəni Türkiyəyə daha çox ixtisaslaşıb bu insanlar, şəxs məhz bu sahələrlə məşğul. Ona görə də yəni bu adamlar üçün digər mütəxəssislərdən yardım axtarmaq üçün çəkinməmək lazım. Çox sağ olun. Bu mənim son olaraq şeylərim. Təşəkkür ederim.